Temu'dan yeni sifarişlərimiz gəlib. İstədim bunları bir dəfə açanda sizə də göstərim. Qiymətlərini də deyəcəm. Yadımda qaldığı qədər çalışacağım qiymətlərini deyim ki, sizə biləsiniz neçə almışam. İlk qutudan bunlar çıxdı. Bu jurnalidir. Bunu indi quracam. Bu isə belə deyim, qabın başına keçirmək üçün olan yemək kulokları var. Həmən o kuloklardandır. Bunun qiymətini deyim. Bu 100 dənəsinə 1 manat 50 qəpik pul vermişəm. İndi qaldı bunu qurmaq. Belə bir jurnal masasıdır. Buna mən vermişəm 33 manat. Dəyərmi, dəyməzmi? Ona elə özüm də dəyib bilmirəm. İstifadə nəsə ola biləcəm. Sizə dəyərmi ona 33 manat vermək? Keçən indi ikinci sumkaya. Əvvəl xırda şeylərdən başlayaq. Belə bir kaşlok 2 manat 12 qəpik. Materialı belə də qənaətbəxşdir. Sonra bunları bir-bir göstərim sizə. Belə bir balaca bir oyuncaq deyə, əşya deyək. Bu ya qapıya yapışdırıb qapı tutacaq bilərsiniz və ya hər hansı bir belə deyim də knopka ola bilər ki, onu çətinlik çəkirsə bunun üstünə yapışdırıb onu daha rahat istifadə edir. Həm də daha belə deyim şirin görünür. Belə balaca olsa da qiyməti 1 manat 73 qəpikdir. Belə bir şey almışam. Bu ayaqqabının içinə qoysan, elə bir şey ayaqqabıdan iyi gəlmir, yəni ayaqdan iyi gəlmir. İçində 10 dənədir, 1 manat vermişəm buna. Belə bir daraq almışam. Bu elə bir ki, saçı belə darayıb o biz duran tükləri var, artıq tükləri rahat qayçısan və ya da maşınkanı yıxmaq üçün belə darayırsan, yuxarı çıxır belə.